Müştərilərimiz 2026-nın orijinal TV boxudur. Masazırda 93 qurtuluşdu yox. Hal-hazırda müştəri bizi dəvət elədi. Gəldik, həm belə köhnə televizoru smart elədik. Həm də IPTV kanallar yazdıq. Burada xırdalıqlar var. Müəllim deyir, çox səhifələrə baxdım. İminlavo səni çağırdım. Səbəb nədir? Dükanda satanda TV boxu çox adam niyə onlardan almır və yaxud özü aparıb quraşdırmaq istəyirsə alır. Amma sırf yan çatdırma, quraşdırma işini biz bilirik. Bizdə təcrübə var da. Evlərə çox gedirik. Hər evin proyekti eyni deyil, fərqlidir. Birində modem zəifdir, birində modem uzaq məsafədədir. İnternet provayder fərqləri olduğuna görə bizdə təcrübə var. Və adicə bu evin içində görsən modem buradadır, düzdürmü? Bu modem interneti bura divara vurur. Divara vurduğuna görə paralel bu şəkildə götürür. Ona görə hər evdə aparatı məsələn donmamaq üçün, yaxşı işləmək üçün təcrübə olmalıdır. Harda LAN kabel çəkməlisən, harda Wi-Fi uzadıcı qoymalısan. Yəni bu dükanda satmaqla deyil. Bizi ona görə çağırırlar. Yəni səbəb var. Day nətərdir? Və görsən bu şəkildə. Vəssalam. Sportlar da var. İnşallah Allah kimi baxacaqsın. O şəkildə. Xeyirli olsun. Allah razı olsun. Sağ ol.